Bura Həkəri çayıdır. Həkəri çayının Zabuq kəndinin içindən keçən hissəsidir. Suyun şırıltısı könülləri oxşuyur, zövq verir. Bu çay Məhəmməd Araz demiş, minillər daxır gedir və bunun sahilində minillərdir xalqım yaşayır. Aradasa 30 ildir biz bu yerlərə həsrət idik. Gəlib gedə bilmirdik, görmürdük. Düşmənlər bu torpaqları zəbt eləmişdi. İnanın, bu çayın su o qədər gözəl, o qədər təmizdir ki, insanın baxdıqca baxmaq istəyir. Ben burada bir şad xəbər verim ki, hal-hazırda bu çayın sularının Bakıya çatdırılması üzərində böyük işlər gedir. Çox tezliklə yəqin ki 450 kilometrlik bir məsafədən bu çay bir gün Bakıya axacaq. Bu gözəl suyu, pak təmiz suyu, gözəl dağ suyunu içməyi Allah bizə qismət edəcək. Elə təkcə buna görə biz öz dövlətimizə, xalqımızın başında duran ulu öndərimizə, övladı İlham Əliyevə öz təşəkkür borcumuzu deməliyik. Vallahi burada gəlib əlini bu azad olunmuş torpağın hər bir qarşına vurmadan hələ biz anlaya bilmərik ki, nələr baş verib. Biz nələrə nail olmuşuq. Bu uçsuz bucaqsız göylər hamısı bizim xalqımızındır. Bax, bu dağlar həmişə boynunda vətən bağların yaşadır. Və inşallah ki, əbədiyyətə qədər bir də bu torpaqları bizim əlimizdən heç kəs ala bilməz. O gün olsun ki, bu dağlar yenidən canlansın. 30-40 ildir bundan əvvəlki kimi yenə də uşaq səsləri ilə, gənclərin səsi ilə dolsun. Məktəblərdə uşaqlarımız, övladlarımız oxusun. Xəstəxanalarımızda xəstələrimiz müalicə olunsun. Sanatoriyalarımız işə düşsün. İnsanlar gözü dolusu bu torpaqlarda yaşaya bilsinlər. Mən Vahid Səmənli fəxr edirəm ki, bugün bu gözəl mənzərəni sizə çatdırdım. Eşq olsun hamınıza, var olun.